Şəkər bura toxuyursan. Bəli. Şəkər bura. Şərif toxuyuram. Görürsən qanat toxuyur. Mən də səməni toxuyuram. Səməni toxuyuram. Toyuq toxuyuram. Şahnaz xanım, siz nə toxuyursunuz? Görürəm belə hazırlıqlı qalmısınız. Bizim gözəl Kürsün müəllimənin dərnəyində bugün çəkiliş gedir. Əziz izləyicilərimiz, bu da burada iştirak edən qızlar da müəllimənin dərnək üzvləridir. Qızlar, müəllimədən razısınızmı? Bəli. Xanım, indi nə toxuyursan? Ayaqaltı. Ayaq altı. Elvira qızımız, sən nə toxuyursan? Səməni. Sən də səmən toxuyursan. Novruz bayramı yaxınlaşdığına görə qızlar səməni toxuyur. Əziz və dəyərli tədbir iştirakçıları, bugün bildiyiniz kimi biz bizim 8 Mart tədbirimizdə bizim gözəl xanım, yaradıcı xanım Kürsün müəlliməni tədbirimizə dəvət eləmişik. Adın şərəflidir sənin ey qadın başlığı altında. Bugün həqiqətən bizim bu tədbirə xanımların adına layiq Kürsün müəlliməni tədbirimizə ona görə dəvət etdik ki, ən başlıcası həm də Kürsün müəllimə çox yaradıcı xanımdır və bugün öz əl işləri ilə klubumuzun qonağıdır. Bu əlamətlər gündə bizim əziz Kürsün müəlliməni ürəkdən təbrik edirik, bütün xanımları təbrik edirik, bütün gözəl xanımları, yaradıcı xanımları, evdar xanımları təbrik edirik. O cümlədən Kürsün müəlliməni təbrik edirik. Ona görə ki, bugün doğrudan da gözəl əl işləri tanış ola bilərsiniz. Bugün gözəl əl işləri ilə gördüyünüz kimi Kürsün müəllimə gələcəkdə inşallah özü haqqında məlumat verəcək, amma ki gələcəkdə sərgilərdə də iştirak etmək fikri var. Çünki əl işləri çox gözəldir. Özü göstərə bilər. Kürsün müəllimə, zəhmət olmasa özünüz göstərin, özünüz də öz ürək sözlərinizi deyin, buyurun. Sizə təşəkkür edirəm. Dəyər verdiyiniz üçün çox sağ olunuz. Hörmət qarşılıqlıdır. Mən toxumağı lap uşaqlıqdan öyrənmişəm. Anam mənə öyrədib. Yəni orta məktəbdə oxuyan vaxtlardan həvəs xərəkini toxuyurdu. Sonra elə oldu ki, məktəbdə mənə dərnək təklif elədilər və fikirləşdim ki, mən bu işi bilirəmsə, niyə də bunu uşaqlara öyrətməyim? Və belə qərara gəldim ki, bu nənələrimizdən öyrəndiyimiz sənəti itib batmasın deyə balaca qızlarımıza öyrədim ki, bu nəsil, yəni bu iş, bu sənət nəsildən nəslə ötürülsün, davam eləsin. Və nəticədə belə bir şey meydana çıxdı. Bu qədər. Əslə zövq alıram, yəni mənim üçün çox maraqlıdır. Çox maraqlıdır. Bir var belə məcburiyyətdə, amma mənim üçün çox maraqlıdır. Həqiqətən mən bu işdən zövq alıram, çox həvəslə işləyirəm.
Maşallah istedadlıdırlar, bacarırlar. Yəni ki, nə deyirəm götürürlər, öyrənirlər. Çox razıyam qızlarıma. İstəməsə bir əl işi işləyib, bu çantaya yeni həyat verir, belə deyək də. Ömrünü başa vurmuş çantaya yeni bir həyat verir və belə bir şey çıxdı meydana. Bunu götürəndə hamı bunu bəyəndi, hamı eyni, belə maraqla baxırdı. Bunu özü toxunmuşsunuz, bu nə qəşəngdir, bunu özü toxunmuşsunuz, bu nə qəşəngdir. Yəni yaxşı bir şey alındı. Əslində özü də belə gözləmirdim, amma belə alındı. Bu da ki, İtalyan modeli Cucinelli'nin kolleksiyasındandır, bu naxış kolleksiyası. Bunda sıxım əsasında toxunmuşum, yəni bu naxışın sıxımları var, sıxım əsasında bunu toxunmuşum. Şidanın kolleksiyasındandır bu naxış. Yəni bunun naxışı Şidanın kolleksiyasındandır. Mən də bütün qadınları, bütün anaları, müəllim həmkarlarımı, balaca qızlarımı hamısını təbrik edirəm. Hamıya can sağlığı, xoşbəxt gələcəyi arzu edirəm. Arzu edirəm ki, onlar da bu işi, belə bu toxuma sənətinə belə ürəkdən yiyələnsinlər, belə qəşəng işlər toxusunlar, sərgilərə çıxarsınlar inşallah. Təşəkkür edirik Gülsüm müəllimə. Bugünkü tədbirimizdə elə bilirəm ki, ən gözəl təbriki bizim kəndin ağsaqqalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıcı, publisist, şair, bizim gözəl insan, dəyərli Salman müəllim də iştirak edir. Elə bilirəm ki, ən gözəl təbriki Salman müəllimdən eşidəcəyik. Buyurun Salman müəllim. Analar dünyanın baharı, yazı, hər evin rüzusu bərəkətidir. Yollara nur saçır xeyir duası, əlinin təması can məlhəmidir. Əridir ömrünü övlad yolunda, dolanır başına bir pərvanə tək. İxtiyar olsaydı əgər əlimdə, deyərdim, analar ölməsin gərək. Əbədi yaşasın bu dünya kimi, həyatın anaya ehtiyacı var. Tanrım, sənsən göyün üzü hakimi, qalmasın heç vaxt anasız balalar. Mən sizin simanızda bugün bütün Azərbaycan xalqını, analarını, bacılarını, qızlarımızı ürəkdən təbrik edirəm. Can sağlığı, xoş gün, xoş ovqat arzu edirəm. Əziz analar, əziz bacılar, gözəl qızlarımız, gələcəyimiz, sizə can sağlığı, bu gözəl vətənimizin gözəl övladı olmağı arzu edirəm. Çox gözəl bir tədbirdə mən təzədən gəldim, girdim, gördüm. Gülsüm xanıma can sağlığı arzu edirəm. Əlləri var olsun. Çünki bunun özü də bir gözəllikdir. Var güllər, çiçəklər. Var. Hər evdə belə mən elə bilirəm ki, gözəllik var. Siz özünüz gülsüz, çiçəksiz qızlar. Siz özünüz gülsüz, çiçəksiz. Hər bir deməli ananın olduğu evdə ətir var, gül var, rahatlıq var, gözəllik var. Allah Taala heç bir evdən ana təravətini, ana əlinin o təmasını əksik eləməsin. Sizin hamınıza can sağlığı, bu gözəl bayramda gözəl günlər arzu edirəm. Var olun. Həm də sözümün sonunda Şahnaz xanıma, Samirə xanıma öz təşəkkürümü bildirəm. Onlar çox yaradıcı bizim deməli qızlarımızdır. Bizim hər bir tədbirimizdə çox gözəl əhval-ruhiyyə ilə yanaşırlar, gözəllik qatırlar bu tədbirlərə. Hamınızı ürəkdən təbrik edirəm. Var olun, sağ olun. Təşəkkür edirik Salman müəllim. Çox gözəl çıxışınıza görə sizə çox minnətdarıq və bugün bu tədbirdə dəyərli Salman müəllimə, gözəl xanım Gülsüm müəlliməyə, gözəl qızlarımıza çox minnətdarıq. Sağ olun, var olun. Gələcəkdə həmişə inşallah Allah sizi sevinclə həmişə xeyir işlərlə qarşılaşdırsın inşallah.